Arxeologiya elminin müasir durumu deyəndə biz elə sözün elə deyək kökündən götürsək, yəni ki, bugünkü müasir cəmiyyətin tələbi nədirsə və bugünkü elmin də durumu ona cavab verməlidir. Faktiki olaraq bugün bizim cəmiyyət, Azərbaycan cəmiyyəti, Azərbaycan sosiumu ciddi şəkildə bizim elmin mövcudluğunu, fəaliyyətini belə deyək, tələb edən bir vəziyyətdədir. Müasir dövrün çağırışları var. Və biz görürük ki, bu çağırışlarda bizim elm sahəsinin çox mühüm bir yeri var. Və kimsə indi düşünə bilər ki, biz burada nəyisə şişirdirik, amma elə deyil. Bunu hər gün biz bununla yaşayırıq. Çünki bugünkü gündə məhz yaşadığın ölkənin, vətənin, xalqın tarixi keçmişinin öyrənilməsi və onun ciddi şəkildə öyrənilib, nəticələrin əldə edilib, təqdim edilməsi bugün daha çox ehtiyacı vardır. Son 2 il ərzində biz konkret olaraq əsas tədqiqat mövzularımız məhz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun arxeoloji irsinin tədqiqi ilə bağlı mövzulardır. Və bizim əksər ekspedisiyalarımız məhz bu bölgədə çalışmaqla tədqiqatlarımızı genişləndirmək istəyir. Çünki 30 ildən çoxdur ki, biz həmin bizə doğma olan ərazilərin arxeoloji tədqiqindən uzaq düşmüşük. Faktiki orada bütün abidələr dağıdılıb, əsasən də sırf İslam mədəniyyətini əks etdirən abidələr ki, məhv edilib məqsədli şəkildə. Biz bir növ o Qarabağ və Şərqi Zəngəzurun qədim dövrünün öyrənilməsi prosesini bərpa etməklə tarixi keçmişimizin o ərazi ilə bağlı, Qarabağla və Şərqi Zəngəzurla bağlı olan ərazilərimizin tarixi keçmişinin araşdırılmasına yönəlmək istəyirik. Artıq bu hər il ekspedisiyalar, əvvəl tutaq ki, bir il bundan əvvəl 3-4 ekspedisiya çalışırdısa, bu il artıq ondan çox ekspedisiyamız çalışır. Əsas bizim ekspedisiyalarımız bütün bölgələri əks etdirir Azərbaycanda. Lakin biz əsasən məhz Qarabağ və Şərqi Zəngəzuru üstün tuturuq və bir neçə Azərbaycan tarixi üçün vacib olan, daha maraqlı olan mövzular var ki, məsəl üçün bu il biz İslam mədəniyyətini əks etdirən şəhər yerlərinin, orta əsr Azərbaycan şəhərlərinin öyrənilməsi, qədim dövrə aid Kurqan qəbir abidələrinin tədqiqi ilə bağlı ekspedisiyaların sayını artırmağı düşünürük.